Təcili son dəqiqə bir məlumatı diqqətinizə çatdırıram. Prezidentin keçmiş Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubov vəzifədən rəsmən azad edilib. Tək Bəylər Əyyubov vəzifədən azad edilməyib, həmçinin Prezidentin Təhlükəsizlik Xidməti rəsmən ləğv edilib və yeni bir xidmət yaradılıbdır. Dövlət Mühafizə Xidməti və Dövlət Mühafizə Xidmətinin rəisi yenicə İlham Əliyevin yeni sərəncamı ilə general-mayor rütbəsi qazanan Fərid Əsgərov Dövlət Mühafizə Xidmətinin rəisi təyin olunub. Son dəqiqə yeni məlumatdır. Bu günləri 30 iyun 2025-ci il tarixidir. Nəhayət Bəylər Əyyubovun hökmranlığına rəsmən son qoyuldu. Açığı sevinirəm. Mənim əmimi, Qarabağ qazisi, şərlənib həbs edilən Elmir Sadıqovu da Bəylər Əyyubov, onun adamları həbs etmişdi. İndi ümid edirəm ki, əmim Elmir Sadıqov azadlığa buraxılar və eləcə də ümumiyyətlə keçən ilin oktyabr ayından indiyənə kimi mənim üzr istəyirəm, mən son vaxtlar bu qədər həyəcanlı bir xəbər paylaşmamışdım. Azərbaycan mediasında bu xəbərləri paylaşmayıblar. Hələ heç yerdə heç nə yoxdur. Yəqin ki, hələlik gizlədirlər və bunu mediaya ötürməyiblər. Amma Prezidentin Təhlükəsizlik Xidmətindən əldə etdiyim məlumatlar və sizinlə bölüşürəm Azərbaycan xalqı. Bəylər Əyyubov çoxuna qan udurubdur. Mənim ailəmə də qan udurubdur, əziyyət veribdir, mənim özümə də, adamlarını bura göndəribdir. Güya kimləri göndərdiyini bilmirəm mən. Bəylər Əyyubovun qohumları yəqin ki, bir-bir dənlənər. Əgər Fərid Əsgərov da, əgər Prezident İlham Əliyevdə biraz cəsarət varsa, həqiqətən bu sərəncamını, Əliyevin bu sərəncamını mən alqışlayıram. Təqdir edirəm ki, Bəylər Əyyubov kimi qudurğana, onun qohumlarına, onların içərisində Robert Əyyubov yəqin ki, nə vaxtsa həbs olunacaqdır. Bu yaxınlarda 1-2 aya, 3 aya, bəlkə də Azərbaycandan çıxar qaçar o. Almaniyadadır. Hal-hazırda Almaniyada işləri var, biznesləri var, tez-tez gəlib gedir. Onun digər qohumları gömrükdə dəniz nəqliyyatına nəzarət edən Həsən Əyyubov, onun bir türk vətəndaşını Almaniyaya məni izlətdirmək, mənim arxamca göndərdiyindən də mənim xəbərim var. Adını, familiyasını açıqlamam, özü bilir kimdir. Siz yeyirsiniz çörəyinizi, amma mən sizin nəfəsinizdən də xəbər tuta bilirəm yeri gələndə, məndən aid olanda. Və Prezidentin Təhlükəsizlik Xidmətində çalışanların özlərini əslində bir tərəfdən təbrik edirəm ki, Bəylər Əyyubovdan qurtuldular. Çünki Bəylər Əyyubov çox zülm etmişdi. Orada işçilərə zülm edirdi. Orada nə bilim haqqlarını əllərindən alırdı. Günahsız yerə nə bilim qovurdu, işindən azad eləyirdi. Özünün qohum əqrabasını, Roman Əyyubov və sairələrini gətirirdi. İndi dünənə kimi Bəylər Əyyubova yaltaqlıq eləyən Azərbaycan mediası adamlar bundan sonra yəqin ki, başlayacaqlar danışmağa. Amma Bəylər Əyyubovun qılıncının qabağının da, arxasının da kəsən vaxtında mən danışırdım. Onu elə mən vurdum, mən də vurdum. Yıxılmasında mənim də bir payım oldu və onun çünki nə qədər yaramaz olduğunu Azərbaycan xalqına göstərməklə yanaşı İlham Əliyevin özünə də göstərdim ki, onun qızı Arzu Əliyevanın adını çıxartmaqla məşğul idi. PTX-da bardaq yaratmışdı. PTX bu nə günə düşmüşdü? Gördünüzmü? Nəticədə, nəhayətində PTX-nı dağıda bildik. Prezidentin Təhlükəsizlik Xidməti rəsmən ləğv edildi və yerinə Dövlət Mühafizə Xidməti yaradıldı. Yenicə Əliyevin sərəncamı ilə general-mayor rütbəsi qazanmış Fərid Əsgərov Dövlət Mühafizə Xidmətinin rəisi oldu.